Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunun da toxunması çox asandır. Həm papaq, jilet, jaket, svitra nə istəsəz toxuya bilərsiniz. Bunun üçün mən burada 100 qramlıq 250 metrəlik sapdır. Orta qalınlıqda olan bir sapdır. 17 ilmək yığacam. Qısa formada göstərəcəm bunu sizə. İndi belə bir sapımı götürürəm. On 17 ilmək yığacam. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 ilmek yığdım milimin üstüne. Buradan bir düğün de atıram, açılmasın. Artık sapda kəsirəm. Maniçilik eləməsin. İndi mən rezinka toxumayacağım burada. Kim istəyir rezinkanı nə fasonda istəyirsə, necə istəyirsə hələ də toxuya bilər. Mən də burada birinci sıranı tərs toxuyacağım. Birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncı ilməni də tərs toxudum. İndi tərs üzdən də bütün ilməkləri hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxudum. Kənarı da yenə tərs toxuyuram. İndi bura düz üzüdür. Düz üzdən indi 2 ilmək kənar ilməklə bir yerdə 2 ilmək tərs toxuyuram. Belə. Bu üçüncü ilməyi buradan, boşluqdan, milin altından yox, onun aşağıdakı boşluqdan bir ilmək çıxardıram, keçirdirəm milə. Sonra bu ikisini bir yerdə götürürəm. Yenə 2 tərs toxuyuram. Yenə bu ilməyin arxa tərəfindən buradan bir ilmək çıxardıram, keçirdirəm milə. Sonra ikisini bir yerdə çıxardıram. Yenə 1, 2 tərs. Bu ilməyi yenə buradan bir ilmək çıxardıram, keçirdirəm milə. İkisini bir yerdə götürürəm. Yenə 2 tərs. Üçüncü ilməyi buradan boşluqdan çıxardıb keçirdirəm milə. Sonra ikisini bir yerdə götürürəm. Yenə 2 tərs. Bu ilməyi yenə buradan götürdüm,
Keçirdim milə. Sonra götürürəm. 2 tərs axırda. İndi tərs üzdən bu 2 düz, bu 2 ilməklədim. İlməyi ikisini bir yerdə, bir ilmək çıxardıram. Yenə 2 düz. Yenə bu 2 ilməyi, götürdüyümüz ilməyi ikisini bir yerdə tərs toxudum. Yenə 2 düz. Yenə bu 2 tərsi belə ikisini bir yerdə. Bu üzdən 2 düz, 1 tərs olur. Tərs üzdən. Yenə bu ikisini götürürəm. 2 düz. İndi bu düz üzdən tərsləri tərs toxuyuram, düzləri də düz. Bir sıra. 2 tərs, 1 düz. Yenə 2 tərs. Tərs üzdən də yenə düzü düz, tərsi də tərs bir sıra. İki düz, bir tərs. İndi bu düz üzdən yenə eyni şeyi təkrar edirik. 2 tərsi toxuyuram. Yenə bu düz ilməyin milin altından yox, ondan aşağıki boşluqdan bir ilmək çıxardıram. Yenə keçirdirəm milə. Bu ikisini yenə bir yerdə götürürəm. Yenə 2 tərs toxuyuram. Yenə bu düz ilmənin yanından buradan aşağıdan bir ilmək çıxardıram. İkisini bir yerdə götürürəm. Yenə 2 tərs. Yenə bu düz ilmənin burada mil altından yox, buradan götürürəm, keçirdirəm milə, götürürəm bir yerdə. Yenə 2 tərs. Sıranın axıra qədər formada toxuyuram. Heç bir dəyişiklik olmur. Hər dəfə də eyni şey təkrarlanır axıra qədər. İkisini götürdüm. 2 tərs. Tərs üzdən yenə 2 düzü toxuyuram. Bu 2 ilməyi götürdüyümüz ikisindən bir ilmək çıxardıram. Yenə 2 tərs, düz, 1 tərs. İlməklər belə alınır tərs üzdən. 2 düz, 1 tərs. İki düz, 1 tərs. Yenə 2 düz. Formada. İndi yenə düz üzdən
Yenə 2 tərs, bir düz, 2 tərs, bir düz toxuyuruq. Bir də sırada arxa özdən, sonra təzədən eyni şeyi təkrar eləyirik. Formada belə bir naxışa alınır. Bu qalın, biraz qalın sapdır. Bu biraz nazik sapdır. Hansı xoşunuza gəlsə onu da toxuyarsınız. Sağ olun, gələn videomda görüşənə qədər.